Salam əziz şagirdlər. Bir dənə BSG 8-ci siniflərin qalmışdı. Onu da paylaşıram. Bununla da bu ilki BSG sezonumuz bitir. Gəlin başlayaq. Ümumiyyətlə 8-ci sinif BSG-sini göstərim. Bu vəziyyətdədir. Mən bunu yazdırmayacağım, amma bu da bir müəllifindir. Yəni müəllim yoldaşımızındır. Gəlin başlayaq suallardan. Deməli 20 dənə sual var. Getdik. Birinci sual deyir ki, x kiçikdir -5 bərabərsini ödəyən ən böyük tam ədədi yazın. Bilirsiniz ki, bunu ödəyən ən böyük tam ədəd -5'dir. Altında xəttə olduğu üçün həmin bu -5'in özünü də götürürük. Cavab oldu A variantı. Sinifdə 21 şagird var. Bir sinif nümayəndəsi və onun müavini neçə üsulla seçmək olar? Deməli 21 şagirdimiz var. Bir sinif nümayəndəsi seçirik və deməli gəlin baxaq. Birinci sinif nümayəndəsi seçirik. Sinif nümayəndəsini seçmək üçün bizim 21 dənə haqqımız var, düzdürmü? Bunu seçdim. Arada neçə adam qaldı? Artıq 21 adam yox, 20 adamımız var da. 21'i vuracağım 20'yə, 420 üsulla seçmək olar. Cavab olur C variantı. Elə bil ki, da bu seçdiyimiz sinif nümayəndəsini, da sinif nümayəndəsinin müavini kimi seçə bilmirik da. Elə bil ki, əvvəl sinifə girən kimi 21 dənə seçiminiz olur. İkinci partiyada artıq o bir nəfəri aradan çıxardırsanız, 20 nəfərin içindən müavin seçməlisiniz. Ona görə nəticə bu cür olur. Üçüncüdür ki, bərabərsini ödəyən tam ədədlərin cəmini tapın. Deməli, uşaqlar, necə tapacağıq? -4'ün altında xətt yoxdur. Ona görə başlayacağıq -3. Cəm deyir bizdən. Sonra üstə gəl -2. Üstə gəl -1. Üstə gəl 0. Üstə gəl 1. Üstə gəl 2. Üstə gəl 3. Baxın, 4'ün altında görürsünüzmü? Xətt var. Ona görə 4'ün özünü götürürəm. İndi bizə deyir cəmini. -3 -3'ü apardı. -2 -2'ni apardı. -1 -1 apardı. Yerdə qaldı bircə dənə 4'ümüz. 5-ci sualımız. 4-cü sualımız daha doğrusu. Paralleloqramın tərəfi 5 və həmin tərəfə çəkilən hündürlük 8 cm olarsa onun sahəsini tapın. Deməli, biz demişdik ki, paralleloqramın sahə düsturu tərəf və ona çəkilən hündürlükdür, hasilidir. Yəni A vurulsun H idi. İndi tərəfimiz 5'dir və çəkilən hündürlük də 8 isə 5'də 8'im 40 olar. Cavab oldu E variantı. 5-ci sual. Sahəsi 96 cm olan düzbucaqlının uzunluğu enindən 4 cm böyükdür. Düzbucaqlının perimetrini tapın. Gəlin bir dənə düzbucaqlı çəkək. Deyir ki, sahəsi 96'dır. S bərabərdir 96. Və deyir ki, uzunluğu enindən 4 cm böyükdür. Əgər bura x deyirəmsə, bura x-də gəl 4 deməliyəm. Düzdürmü? Və bizə deyir ki, sahəsi 96'dır. Yəni, vuranda enin uzunluğuna 96 eləməlidir. Və beləliklə bu gəlir kvadratik tənlik olur. Vurub açsam, x kvadratı üstə gəl 4x. 96 da bu yana keçəndə mənfi keçəcək. Çıxılsın 96 bərabərdir 0. Bunu diskriminantından tapmalısınız. Amma vuranda 96, toplayanda 4 eləyən, yəni aralarında 4 vahid fərq olan, elə eləyək ki 96 olsun. Bax, məsələn 48'i 2'yə vuranda 96 eləyər, amma toplayanda 4 eləməz. 24'ü 4'ə vuranda 96 eləyər, amma toplayanda, yəni çıxanda 4 eləməz. Daha məsələn azalda getsək 12'ni 8. Baxın 12 8 görürəm ki vuranda 96 eləyər. İndi gəlir bunu tapmaq. Elə eləyək. Yazıram x çıx 12, x çıx 8. Bunu belə eləyirəm. Bərabərdir 0. İndi gəlin işarələri müəyyən eləyək. Elə eləməliyəm ki, -96 olsun. Onda biri müsbət, biri mənfi olmalıdır və toplayanda da müsbət 4 eləsin. Deməli böyük olan 4'dür də, müsbətdir. Ona görə böyük olan 12 yazıram. Buradan da 1 olur. x1 bərabərdir -12. x2 bərabərdir 8'ə. x1. İndi gəlin baxaq. Bunu götürmə ehtimalım yoxdur. Niyə yoxdur? Nə vaxtdan görülüb tərəfin mənfi olduğu ola bilməz. Deməli bizim x2'miz, bu yəni bizim kənar kökdür. Kənar. Biz bunu atırıq. x2 bərabər imiş 8'ə. Deməli, buranın 8 olduğunu əldə elədim. Bura 8 isə, təbii ki, burada 12'dir. İndi gəldik perimetr tapmağa. Perimetr tapanda da 12 ilə 8'i toplayaram. 20. 2'ni də 20'yə vuraram. 40. Cavab oldu B variantı. Çox maraqlı məsələdir. 3 ballıq məsələ deyil heç. 6-cı sual. Deyir ki, dəyişən hansı qiymətində kəsrin qiyməti 0'a bərabər olar? Uşaqlar, məxrəcin 0'ının mənası yoxdur. Ona görə məxrəc 0 ola bilməz. Demək ki, bizə bölən 0 olsun da. Yəni 5x-də gəl 4 bərabərdir 0. Onda 5x bərabərdir -4. X-i tapmaq üçün də təbii ki, -4'ü bölərəm 5'ə.
O da hər tərəfi 2-yə vursam, onda 8 edər. Mənfi onda 8. Cavab olur A variantı. 7-ci sual. Belə bir bərabərsizliyimiz var. Deyir ki, bunu həll edin. Gəlin belə həll edin. Yazaq mənfi 2x. 8 atıram 4'ün yanına. Böyükdür. 4 çıx 8 olur. Onda olur mənfi 2x. Burada niyə mən yazdım ki? Böyük yerdən yazımdım. Deməli, 8 çıxılsın 2x böyükdür 4'dən. Bu 8 ataq bu yana. Olsun mənfi 2x. Bilirik ki, yerini dəyişən işarəni də dəyişir. Olur 4 çıx 8. Mənfi 2x böyükdür. 4'dən 8'den çıxanda mənfi 4. Uşaqlar, x-in önü mənfi olanda işarəyə də təsir edir. Yəni, gəlir bunu mənfiləşdirir. Mənfi 4 yerini dəyişir. Mənfi 4'ü mənfi 2'yə böləndə x kiçikdir, adi 2 verir. Baxın, bu isə adi 2 verir. Aha, indi bizə deyir ki, ədəd oxu çəksəm, 2-ni işarə eləyirəm. Altında xətt olmadığına görə bura boşdur. İndi nə deyir? X 2-dən kiçik qiymətlərdir. Deməli, 2-dən kiçikdir. Onda ədəd bərabərsizlik şəklində yazsaq, mənfi sonsuzluqdan gəlir, harda dayanır? Baxın, 2-də dayanır. Nə etməliyəm? Bundan eləməliyəm, yoxsa adi mötərizə? Adi mötərizə etməliyəm. Niyə? Çünki bunun altında xətt yoxdur. Altında xətt olsa nə baş verərdi? Parça olardı. Yaxşımı? Cavab olacaq A variantı. Mənfi sonsuzluqdan 2-yə qədər boş mötərizə. 8-ci sual deyir ki, ABC üçbucağında MN bölünsün BC 5'in 8'dedir. Yəni MN 5'i x-dır. MN 5'i x-dır. 5'dir. BC də 8x-dır. Oxşarlıqdır da elə bil ki. Bizə deyir ki, AN'in NC'yə nisbəti. Uşaqlar, deməli burada onda AN də yuxarıdakı üçbucağa aid. Elə bil ki, baxın bu ortada üçbucaq var. Bax bu elə bil ki, kəsilibdir buradan. Bu ondan oxşardır. Bir də böyük üçbucaq var. Bu bizim MAN'imiz olsun. Bu da bizim BAC'miz olsun. İndi bu 5'dirsə, bu 8'dirsə, hamısı 5'in 8 olacaq. Onda buranın opşisi 8'dir uşaqlar. Yaxşı, onda bizə nə qalır bura? Onda bura 5'dir, AN. Burada 3 imiş ki, tamamı 8 verir, baxın. Cavab olacaq 5'in 3'ə. Qoy şəkli bir də göstərim. Deməli, buranı 5 verib, buranı 8 verib. Onda burada 5'dir. Bura 8'dir. Hə, onda bizə NC'yə qalacaq 3. Bizdən də AN böl NC'ni istəyir. Yəni 5'in 3'ə. 9-cu sual. Deyir, perimetri 72 tərəfləri bu nisbətdə olan üçbucağın sahəsini tapın. Çox asandır. 3K, 4K, 5K. Toplayanda 72 eləyir. Hə, bu arada 3, 4, 5 yadınızda qalsın. Düzbucaqlı üçbucağa aid tərəflərdə. Ha. 3x, 4x, 7, 12x bərabərdir 72. X bərabərdir 6. Tərəflərini tapsam, 3 dəfə altım 18, 4 dəfə altım 24, 5 dəfə altım 30. Mən nə bildim? Pifagor üçlükləri keçirirdi. Deyirdi, Pifagor üçlükləri 3, 4, mütləq ki, 3-cü tərəf 5 olmalı idi. İndi burada da deməli bu tərəf 18-dir, bu tərəf 24-dür, bu tərəf də 30-dur. Pifagor bizə nədir? Daha doğrusu, sahə düzüstürü necə idi düzbucaqlı üçbucaqda? Katetlərin hasilinin yarısı, yəni 18 vur 24 böl 2. Deməli, 24'ü 2'yə bölsəm 12 dəfə, 18 də 12'yə vuranda 216 edər. 10-cu sual bizə deyir ki, tənlik verilib. 2x'in kvadratı çıx 5x çıx 8 bərabərdir 0. Tənliyin kökləri x1, x2 olarsa bizə deyir ki, x1 vurulsun x2'nin kvadratı, yoxsa yox tərsinə. Baxın, görünmür. Hə. x1'in kvadratı üstə gəl, x1 vurulsun x2'nin kvadratı bərabərdir. Bunu gəlin belə eləyək. İkisində də x1 var, ikisində də x2 var. Çıxartsam bunu mötərizənin xaricinə. Burada kvadratda axı bu x1'in biri qalacaq içəriyə. Burada da x2 kvadratda axı bu da qalacaq mötərizənin içinə. Aha, mənə bir dənə demək köklərin hasili lazımdır. Bir dənə də köklərin cəmi lazımdır. Onu da mənə nə deyir? Bax, bu tənlik deyir. Mən bu tənliyə viyeti tətbiq etsəm, birbaşa cəmi də alaram, hasili də alaram. Amma viyeti tətbiq etmək üçün bir ammamız var. Nədir o amma? Biz viyeti deyəndə demişdik ki, viyet çevrilmiş, yəni baş əmsalı 1 olan tənliklərə tətbiq edilir. Yaxşı, mən bunu baş əmsalı 1 olana nətər gətirim? Hər tərəfini 2'yə bölüm, olsun baş əmsal 1. Nə fərqi var ki? Onda olacaq x kvadratı çıxılsın. 5'i 2'yə bölsəm 2 tam onda 5x.
8-i 2-yə bölsəm 4. Fərqi nədir ki? Demişik, çevrilmiş tənliklər ekvivalentdir. İstəsəm 2-yə vuraram, istəsəm 2-yə bölərəm. Amma hamısını, ya hamısını vurmalıyam, ya hamısını bölməliyəm. Üstə, indi qayıdıram, yadıma salıram Viyeti. Viyet nə deyirdi? Viyet deyir ki, köklər cəmi, bax, bu B var, bax, bu x-in əmsalı var, bunun mənfisini verir. Yəni 2.5-ini verir. Köklər hasili də bu sərbəst sədd var, sərbəst səddin özünü verir. Yəni mənfi 4-ü verir. İndi gətirirəm, burada qəşəcə yerinə qoyuram. x1, x2 var, cəmim var. Mənfi 4-ü vururam 2.5-ə. O da eləyir mənfi 10. Все, bu qədər. Cavab oldu A. Oy. Cavab oldu A variantı. Qəşəng sualdır bu da. 11-ci sual. Bizə deyir ki, ABC MNK ilə oxşardır. AB 2-dir. M'in 4'tür. Buradan dərhal görürəm ki, oxşarlıq əmsalı 2-ymiş. Deyir, perimetr ABC 8-dir. MNK'nı tapın. Uşaqlar, görürsünüz ki, tərəf 2 dəfə burada artır. Təbii ki, onda bütün tərəf artacaq. Onda bütün tərəfin cəmi 2 dəfə artmış olacaq. Yəni 8 də dönüb olacaq 16 sm. 12-ci sual. İki oxşar paralelogramın tərəflərinin nisbəti 4-ün 5-ədir. Böyük paralelogramın sahəsi 100 olarsa, kiçik paralelogramın sahəsini tapın. Oxşarlıq əmsalı nə idi uşaqlar? Demişdik ki, oxşar üçbucaqlarda, oxşar fiqurlarda böyümə elə ki, onun nə qədər böyüdüyünü və kiçildiyini göstərir. Yəni, birincinin tərəfinin, ikincinin tərəfinin nisbətidir. Biz demişdik ki, perimetrdir, mediandır, nə bilim, hündürlükdür. Bunlarda oxşarlıq əmsalı olduğu kimi qalırdı. Amma sahədə oxşarlıq əmsalı kvadrata yüksəlirdi. Yəni, oxşarlıq əmsalının kvadratını götürürdük. İndi, əgər oxşarlıq əmsalımız 4-ün 5-ədirsə, sahələr nisbətimiz 16-nın 25-ədir. Yəni, biz buradan kvadrat alırıq. Çünki sahə kvadratik vahiddir. İndi bizə deyir ki, böyüyün, yəni S2-miz 100 imiş. Onda yazacaq, S1-ə də x deyək. X-in 100-ə bərabərdir 16-nın 25-ə. Tənasübdür, amma belə baxıram ki, 100 4 dəfə bölünəndə 25 olur. Onda 16 da 4 dəfə vurulsun, olsun 64. Aydındır. Cevabımız olacaq 64'ə bərabər. Gəldik, de cavab var imiş, elə bunun açıq sualdır. 13-cü sual deyir ki, parçasının orta nöqtələrinin koordinatları cəmi. Orta nöqtə çox asandır. Demişdik ki, A, məsələn, x, y-dirsə, x1, y1 deyək. B, x2, y2-dirsə, ortada demişdik onların cəminin yarısıdır. Yəni, x1 ilə x2-ni toplayıb yarıya bölürəm. Biz bundan x koordinatını alırım. Y1 ilə də y2-ni toplayıb yarıya bölürəm. İndi baxaq. 2 ilə 6-nı toplasam 8. 2-yə bölsəm 4. 1 ilə 7-ni toplasam 8. 2-yə bölsəm 4. İndi məndən nə istəyir? Deyir ki, koordinatlar cəmi. 4 ilə də 4-ü toplayanda 8 verər. 14-cü sual deyir ki, düz xəttin bucaq əmsalı. Düz xəttin bucaq əmsalı dediyimiz şey həmin o K olan K əmsalı idi. Y bərabərdir Kx plus B var. Oradakı bu K əmsalına biz bucaq əmsalı deyirik. K-nı da necə tapırdıq? Y2 çıx Y1, X2 çıx X1. Baxaq, deməli, yerinə qoysaq, bunun Y2-si 7-dir. 7-dən 5-i çıxanda yuxarı verir 2. 3-dən də 1-in çıxanda yenə aşağı da verəcək 2. 2-nin 2-yə nisbəti o da eləyir 1-ə bərabər. Cavab oldu A variantı. Aha, 15-ci sual deyir, bu düz xəttə perpendikulyar olan və absis oxunu bu nöqtədə kəsən düz xəttin tənliyini yazın. Yaxşı, Y bərabərdir Kx plus B-də biz demişdik ki, əgər perpendikulyardırsa, birinin K-sı digərinin K-sı ilə tərs və əks olsun. Yəni, vuranda mənfi 1 eləsin. İndi uşaqlar, bunun K-sı mənfi 3-də 1-dir. Həm tərsi, həm də əksi olmalıdır. Tərsi olsa 3 olacaq, əksi olsa A, yəni mənfi 3 olacaq. Deməli, bu tənlik 3x ilə başlamalıdır. Üstə gəl, müəyyən bir B yazıram. Hələ ki, bu B-ni bilmirəm. Yenə deyirəm, bu 3-də 1-dir. Perpendikulyarlıq şərti həm əksi, həm tərsidir. Yəni, mənfi 3-də 1-i tərsinə çevirəndə 3, 1 olur. Bunu da əksinə çevirəndə mənfi 3 olur. Yəni, bu elə eləməli, müsbət 3 olur. Elə eləməliyəm ki, vuranda mənfi 1 eləsin. Aha, bu birinci. Sonra deyir ki, absis oxunu bu nöqtədə keçir. Deməli, mənfi 3 və 0 qoyanda tənlik özünü ödəyir. İndi yazıram belə, 0 bərabərdir 3 vur 3. 3 vur mənfi 3. Yerinə qoyuram da elə bil ki, nöqtəni. Üstə gəl B.
Yazıram 0 bərabərdir mənfi 9 üstə gəl B. Deməli uşaqlar B-dəki adi 9 imiş ki, üstünə gələndə 0 veribdir. Deməli bizim tənliyimiz oldu 3x üstə gəl 9 şəklində. Çox qəşəng samballı sualdır. 17-ci sual. Deyir tənliyi həll edin. Birinci veribdir x kvadrata çıx 2. Yuxarını verib x kvadrata çıx 2. Aşağıda da verib x çıx 1. Sağ tərəfdə belə deyim 1 çıx x verib. Gəlin biz yuxarıda demişdik ki x çıx 1. Bu da 1 çıx x-dir. Nə vaxt 1 çıx x-ilə eyni olar? Qarşısına mənfi atarsam, düzdürmü? Yəni bunlar əksdir. Deməli mən bu mənfini bura versəm, bunun məxrəcini dəyişə bilərəm. Avtomatik onda bura yazım mənfi x, burada yazım x çıx 1. Nə olar ki, məxrəclər eyni olsun da, düzdürmü? Sonra bilirəm ki, məxrəc 0 ola bilməz. Yazıram onda x çıx 1 0 ola bilməz. Deməli x 1 ola bilməz. Bunu atıram kənara. Özüm üçün bir qeyd aparıram ki, x-a mən heç vaxt 1 qoya bilməyəcəm. İndi mən bunları ixtisar apara bilərəm. Nətər ixtisar? Yəni fərqli olduğunu düşünüb islah eləyə bilərəm. Onda yazım belə. X kvadratı çıx 2 bərabərdir mənfi x-a. Elə bir ki, qalsın surətlərim. Bu mənfi x-i də atım bura. Olsun x kvadratı üstə gəl x. Yerin dəyişəndə işarəsini dəyişir. Çıx 2 bərabərdir 0. Yenə vuruqları ayırmaq ən rahatdır. Vuranda 2, toplayanda 1 eləsin. Demək təbii ki, bunlar 2 və 1 imiş. Hələ ki x çıx 2, x çıx 1 yazıram. Sonra baxıram ki, müsbət alınır. Deməli, mən böyüyə müsbət işarəsi deyirəm. Bərabərdir 0. Buradan da tənliyi həll etmək asandır. Biri mənfi 2-dir. Biri də 1-dir. Düzdürmü uşaqlar? Bayaq nə dedim? Yuxarıda dedim ki, 1 ola bilməz. Niyə 1 ola bilməz? 1 olsa məxrəcə 0-a çevirər. Bu da düzgün deyil. Deməli, bu kənar kökdür. Nə olsun ki, tənliyi ödəyir? Bu kənardır. Bu mənasız edər tənliyimizə kənar kök. Deməli, tənliyimizin kökü mənfi 2-dir. X bərabərdir mənfi 2. Yəni, yalnız bir dənə kök əldə etdik. 17-ci sual. Deyir ki, diagonallar bu və bu olan rombun iti bucağını tapın. Kökdə 3 və kökdə adi hasil varsa 100% orada 60-30 söhbət olacaq. Gəlin çəkək. Baxaq. Kökdə 3 görən yerdə bilin ki 60 var. Gəlin baxaq. Birinə yazıram 2 kökdə 3. Birinə də yazacağım 2. Ay, deyən ortası yaxşı gəlmədi. Bir dənə də belə gələk. Fərz edin ki, bu ortadan keçib, biraz əyildi. İndi 2 kökdə 3-dürsə, mən də demişəm ki, ortadan yarıya bölünür həmişə. Onda mən bura kökdə 3 yazım. Uşaqlar, burada kökdə 3 yazaq. Burada 2 deyil, burada yazaq 1, 1. Bir də diagonallarla bağlı bir xassəmiz vardı. Demişdik ki, romb və kvadratın diagonalları bir-birinə 90 dərəcə altında kəsişir. Yəni 90 dərəcə əmələ gətirir. İndi yaxşı, kök altı 90 dərəcədirsə, təpə bucağı kök altındadırsa, deməli biz kökdə 3 hasil olan yerdə demişik ki, burada 60 dərəcə söhbəti var. 60 dərəcə bucaq qarşısında duran katet kökdə 3 olar, düzdürmü? Onda bura, bax bunun qarşısında duran bucaq haradır? Bax buradır da, bax bu bucaqdır da. Onda bura 60 imiş. Onda burada 30 imiş. Düzdürmü? Həm də bu tənbələndə 30 ise burada 30'dur, 60, 60 ise 60'dır. Deməli bunun kör bucağı 120'dir. İti bucağı da 60 dərəcədir. Bu qədər. Bizdən də iti bucağını istəyir deyə 60 dərəcə olacaq. Bu tərəfdən belə bir bərabərsizlik verib yenə də 18. 1 çıx kökdə 2 qurulsun. X çıx 3 böyükdür 0. Uşaqlar, bunun bir tərəfi ədədi bərabərsizlikdir. Baxın, burada dəyişən yoxdur. Gəlin bunun işarəsini müzakirə edək. 2-dən təxminən çıxır 1,4. Düzdürmü? Bu da onda deməli müsbətdir. Və yaxud da ki, mən 1-ə, adi 1-ə, kök altında 1 də deyə bilərəm də. Düzdürmü? İndi, adi 1 kök altında 2-dən təbii ki də kiçikdir. Ona görə bu mənfidir deyə, işarəsi böyük olan mənfidir deyə, ona görə, daha doğrusu özü böyük olan mənfidir deyə, bu hissə mənfidir. İndi gəlin baxaq. Bərabərsizlik özü müsbətdir. Deməli, bu vuruq nəymiş ki, müsbət verib? Əgər bunu müsbət götürsəm, mənfini müsbətə vuranda nəticə kiçikdir 0 olardı. Deməli, uşaqlar, bu mənfi deyilmi? Müsbət deyilmiş. Deməli, bu mənfiymiş ki, mənfini mənfiyə vurub müsbət əldə edib də. Mən belə başa düşürəm ki, x çıx 3 mənfidir.
onda x-in özü də 3-dən kiçik olar. İndi bizə deyir ən böyük tam 50, ən böyük tam 50 də 2-dir də. Gəlir, 3-də dayanır. 3-ü ala bilmir. Axırıncı variant 2-ni alır. 19. Elnurun deyir ki, 6 ay ərzində gəliri bu olub və məlumatlara əsasən medianı, ədəd ortanı və modanı istəyir. Gəlin bu ədədləri ardıcıl düzək. Birinci kiçikdə median tapmaq üçün həmişə kiçikdən böyüyə doğru düzürük. Ən balacamız nədir? 300-dür. Sonra 325'dir. Özü 325'ten 3'te nədir desem? 1. Ay yok 320'ni yazmadım bir dəqiqə. 325 ilə 300'ün arasında 320 var. Bir də nədir? Hə. Sonra 2'dən 1, 2, 3 dənə 325 var. 325 var. Bir dənə də 400'ümüz var. Bunu belədən yazaq. Moda rahatlıqla görsəndir. Moda ən çox təkrarlanandır. Uşaqlar, moda nədir? Moda bizdə 325'dər. Təbii ki, görürsünüz 3 dənədir. 325 modamızdır. Ədədi ortanı sizə buraxıram. Toplayıb 6'ya bölərsiniz. Bilirsiniz də. Toplayacaqsınız 6'yı. Böləsiniz 6'ya. Gəldik mediana. Median sıranı tən ortadan böləndir. İndi burada 6 dənə ədəd var. 6 dənə ədədin ortası 3 ilə 4-cü ədəd olacaq. Yaxşı, hansını götürüm? Demişdik, əgər ortaya cüt sayda ədəd düşürsə, toplayıb yarıya bölürsünüz. Bu da eyni olduğuna görə elə toplayıb yarıya böləndə 325'in özünü əldə edərik. Bu da oldu 325. Gəldi 20-ci suala. 25 nəfər 8-ci sinif şagirdlərin 11'i şahmat, 14'ü tenis, 5 isə hər iki dərnəyə gedir. Venn diaqramı ilə göstərin. Seçilmiş bir şagirdin yaxşı. Gəlin baxaq. Deməli, belə bir şey eləyirik. Bir dakika. Aha, deməli, bizə deyir ki, 5 nəfər hər iki dərnəyə gedir. Yazıram ortaya 5 nəfər. Gəldik bura şahmat. Bura yazıram şahmat. Bura yazıram tenis. Yaxşı, şahmata gedən 11 nəfər var uşaqlar. 11 nəfərin 5'i həm də deməli, tenisə gedir axı. Ona görə bura qalır 6 nəfər. Gəldik tenisə, bir dəqiqə 14 nəfər. Hə, tenisdə isə ümumi 14 nəfər var. Yenə 5'i ortaya gedirsə 9 nəfər də bura qalır. Elədir. İndi 6, 5, 11. 11 isə 9, 20 nəfər burada hansısa kursla, hansısa məşğələyə gedir. Axı bizim sinifdə 5 nəfər şagirdimiz var. Deməli bu 5 nəfər yerdə qalan nə ona gedir, nə buna. Heç birində iştirak etmir. 5 nəfər də heç birinə getmir. İndi gəlin cavablara baxaq. Görək bizdən nə istəyir? A variantı. Deyir ki, yalnız şahmatla məşğul. 25 nəfər uşaqdan yalnız şahmat haradır? Bax, yalnız şahmat burada 6 nəfər. Deməli 25'də 6 olacaq. B variantı. Yalnız tenis. Yalnız tenis haradır uşaqlar? Burada da deməli 25'də 9. C variantı. Həm şahmat, həm tenislə məşğul olması 5 nəfər. O da eləyəcək 25 nəfərdən 5'i. Əlavə olaraq da məsələn heç birinə getməməsi, bunu da mən sizə deyim. Heç birinə getməməsi də bayaq tapdıq 25 nəfərdən 5'i olacaq. Bu da belə. 20 sualın hər birini çalışdığım qədər ətraflı verdim. B variantını da sizə göstərirəm. Özünüz işləyin. Cavabları istəsəz mənə rəylərdə yazarsınız. B variantını da göstərirəm. Eynidir. Təqribən eyni suallardır. Aşağı yuxarı sadəcə rəqəm fərqləri var. Baxın göstərirəm. B-ni də özünüz işləməyə çalışın. Hamısı eynidir. Bu da belə. İzlədiyiniz üçün təşəkkür edirəm. Rəy yazmağı unutmayın. Dəstəyiniz mənim üçün çox önəmlidir. Hələlik.